Hər kəsə salam. Bugün bol vitaminli, tərəvəzli rol hazırlayırıq. Bunun üçün 1 ədəd kartof, 1 ədəd kabaq və 1 ədəd kökü rəndədən keçirib, suyunu sıxıb qabımıza əlavə edirik. Üzərinə Holland pendiri, 2 ədəd yumurta, duz əlavə edib qarışdırırıq. Videoda göstərildiyi kimi listə yayıb 150 dərəcəli öncədən isinmiş sobada qızarana qədər bişiririk. Bişib soyuduqdan sonra içərisini zövqünüzə uyğun hazırlaya bilərsiniz. Mən krem pendir, kahı, toyuğun sinə əti, pomidor, turşu xiyar, zeytun və cəfərdən istifadə etdim. İstədiyiniz ərzaqları əlavə edib, büküb nuş edə bilərsiniz. Həm çox ləzzətlidir, həm kalorisi azdır, həm də çox xeyirlidir. Hazırlayacaq hər kəsə indidən nuş olsun.